Cristiano Ronaldo yenidən Real Madrid komandasına geri qayıda bilər, amma müəyyən müddətlik. Məlumata görə klublararası dünya çempionatında iştirak edən hər bir klub uzun müddətli olmama şərti ilə 6 oyuncunu heyətinə cəlb eləyə bilər. İndi Kral klubunun azarkeşləri rəhbərlikdən Ronaldo'nun heyətə cəlb edilməsini istəyirlər. Osasuna klubu isə Barcelona komandasını FIFA-ya şikayət eləyəcək. Buna səbəb Inigo Martinezdir. Osasuna Barcelona görüşündə Inigo Martinez meydanda idi. FIFA'nın qaydalarına görə isə yığmadakı maçlarını zədə səbəbi ilə buraxan futbolçu klubda 5 gün keçmədən meydanda ola bilməz. Zorlamada təqsirli bilinən keçmiş futbolçu Dani Alves azadlığa buraxıldı. Məhkəmənin qərarına əsasən şikayətçi xanımın verdiyi ifadə futbolçunun hökmünün qüvvədə qalması üçün kifayət deyil. Qeyd edim ki, Dani Alvesə 4 il yarım iş kəsilmişdi. Newcastle Alexander Isak'la yeni müqavilə imzalanması üçün danışıqları dayandırdı. Səbəb futbolçunun klubla yeni müqavilə imzalamaq istəməməsidir. Liverpool Real Madriddən Raul Asensionu transfer etmək istəyir.